Təsəvvür edin, evinizin içindəsiz. Heç bir cihaz işləmir, pəncərələr bağlıdır. Ətrafda isə tam səssizlikdir. Amma siz yenə də nəsə eşidirsiniz. Uzaqdan gələn motor səsi kimi zəif, lakin davamlı bir uğultu. Əvvəlcə əhəmiyyət vermirsiniz. Bəlkə soyuducunun səsidir, ya da qonşu maşınını işə salıb. Amma zaman keçdikcə anlayırsınız. Bu səs heç yerdən gəlmir və təkcə onu siz eşidirsiniz. Bu videomuzda sizə bəlkə də dünyanın ən qəribə akustik fenomenlərindən Taos Hum adlanan sirli səsdən danışacağıq. Siz isə bizə dəstək olmaq üçün kanala abunə olub, fikirlərinizi şərh bölməsində bildirməyi unutmayın. Hazırsınızsa başlayaq. Taos, səssizliyin içindəki səs. Hadisənin mərkəzində Amerika Birləşmiş Ştatlarının New Mexico ştatında yerləşən Taos adlı kiçik bir şəhər dayanır. Burada yaşayan və ya qısa müddətdə səfər edən yüzlərlə insan illər boyu izah olunmaz bir uğultu eşitdiklərini bildirib. Bu uğultu davamlı olaraq eşidilir. Qulağa aşağı tezlikli, boğuq bir uğultu kimi gəlir. Ən qəribəsi isə bu səsi bütün insanlar eşitmir. Onu eşidənlərə görə bu sirli səs sanki içində yaşadıkları səsdir. Onu bayırdan gələn adi səs kimi hiss etmirsiniz. Elə bil beyninizin içində bir vibrasiya var. Bu uğultu insanlarda yorğunluq, narahatlıq, yuxusuzluq və hətta baş ağrılarına da səbəb ola bilir. 1993-cü ildə artıq hadisənin dildən dilə yayıldığını və şəhər sakinlərinin şikayətlərinin artdığını görən Amerika Birləşmiş Ştatları hökuməti rəsmi bir araşdırmaya start verdi. Elmi komissiya təkcə səsi eşidənlərin şikayətlərini yox, həm də müxtəlif texniki ölçmələr və analizlər apardı. Nəticə isə olduqca maraqlı oldu. Uğultu səsi real olaraq qeydə alınmadı. Yəni, bəzi insanlar bu səsi açıq şəkildə eşidirdilər, lakin cihazlar heç nə qeyd edə bilmirdi. Beləliklə, bu fenomen eşidilən, amma ölçülə bilməyən bir səs kimi qeydə alındı. Bəzi elmi nəzəriyyələrə görə isə bu uğultu otoakustik emosiya ola bilər, yəni qulağın özünün yaratdığı daxili səs. Digərləri bunun yeraltı vibrasiyalar, aşağı tezlikli radio siqnalları ya da elektromaqnit dalğaları ilə əlaqəli ola biləcəyini deyirlər. Amma bu izahların heç biri uğultunun yalnız bəzi insanlara təsir etməsini tam açıqlaya bilmir. Tədqiqatlar onu deməyə əsas verdi ki, bu fenomenə daha çox 35 yaşdan yuxarı insanlar, xüsusilə qadınlar və həssas eşitmə qabiliyyəti olan şəxslər məruz qalır. Bəzi psixoloqlar bu fenomenin psixoloji və nevroloji əsaslı ola biləcəyini düşünürlər. Əgər beyniniz müəyyən səbəblərdən səssizlik vəziyyətini qəbul edə bilmirsə, özü-özünə bir səs yarada bilər. Bu səs gerçək kimi hiss olunur, amma əslində heç bir xarici mənbəyə bağlı deyil. Hadisənin izahı barədə əlbəttə ki, çoxsaylı konspirasiya nəzəriyyələri irəli sürüldü. Bu fantastik izahların bəzilərində yad planetlərin yer üzündə gizli təcrübələr aparması və aşağı tezlikli siqnallarla insanlara təsir göstərməsi də qeyd olunur, hansısa gizli silahın sınaqdan keçirilməsi də. Hətta bəziləri bu uğultunu yerin elektromaqnit ritminin insan beyninə təsiri olaraq planetin özünün nəfəs alma səsi adlandırır. Hadisə barədə dərindən düşündükdə insan özünə bu sualı verməyə bilmir. Həqiqətən eşitdiyimiz hər şey realdırmı? Bəzən sadə bir uğultu belə elmin və insan zehninin hüdudlarını aşaraq sirrə çevrilə bilir. Bugünə qədər bu fenomenlə bağlı nə dəqiq elmi sübut, nə də tam izah ortaya çıxıb. Bəzi insanlar bu səsi eşidərək əzab çəkir, bəziləri isə onun varlığına inanmır. Bəs siz necə düşünürsünüz? Bu uğultu nədir? Onu eşidənlərin beyninin bir oyunu, ya gizlədilən texnoloji və ya paranormal bir həqiqət? Rəylərinizi şərh bölməsində bizimlə paylaşmağı unutmayın. Belə, bir videonun daha sonuna gəldik. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Hər həftə sizə yeni və düşündürücü mövzular təqdim edəcəyik. Bu sirləri birlikdə araşdıraq.